Təqdim olunan audio-vizual dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2005-2007-ci illərdə Azərbaycan Respublikasında ümumi təhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı haqqında 21 avqust 2004-cü il tarixli sərəncamı əsasında hazırlanmışdır. Tarixin başlanğıcı və dövrləri. İlk insanın yaranışından bugüne qədər neçə il keçmişdir? Bu suala hər dəfə yeni bir cavab verilsə də, arxeoloji qazıntılar, tapılan maddi mədəniyyət nümunələri tədqiqatçıların qərar verməkdə tələsdiyini, yanıldığını sübut edir. Buna görə də irəli sürülən bütün tarixlər təxmindən o tərəfə keçə bilmir. Yazının kəşfi insanlıq tarixində ən önəmli nöqtələrdən biridir. Əslində isə elə yazının kəşfi ilə tarix başlanmışdır. Yazıya qədərki dövrü, tarixə qədərki dövr adlandıran elm adamları, alimlər bu dövrü, ibtidai icma dövrünü şərti olaraq 3 mərhələyə bölmüşlər. Birinci daş dövrü, ikinci tunc dövrü, üçüncü dəmir dövrü. Dünyanın bir çox yerlərində ilk insanın yaşadığını sübut edən maddi dəlillər müəyyənləşdirilib. Qədimliyinə görə onlar aşağıdakı ardıcıllıqla qəbul edilib. 3,8 milyon il əvvəl yaşamış ən qədim insanın daşlaşmış ayaq izləri 1976-cı ildə Tanzaniyanın Laetoli vadisindən, 1974-cü ildə isə 3 milyon il əvvəl yaşamış Lucy adlandırılmış Avstralopitekin qalıqları Efiopiyanın Hadar vadisindən tapılıb. Tanzaniyanın Turkana gölü ətrafından 1,8 milyon il əvvəl yaşamış Homo erectus'un qalıqları aşkarlanıb. Tanzaniyanın Olduvai vadisindən isə 1,8 milyon il əvvəl yaşamış Avstralopitekin kəllə sümüyü tapılmışdır. (1954-cü ildə Əlcəzairin Ternifin əyalətindən başqa Homo erectus'un qalıqları tapılıb. Burada olan Atlas dağlarının şərəfinə bu insan qalığı Atlantropus adlandırılıb. 1891-ci ildə İndoneziyanın Yava adasından Yava adamı, Pitikantropun, bundan bir neçə il sonra isə Çinin Zhukudyani əyalətindən Pekin adamı, Sinantropun qalıqları aşkarlanıb. (1856-cı ildə Almaniyanın Düsseldorf şəhəri yaxınlığındakı Neander vadisindən Neandertalın kəllə sümüyü, 1907-ci ildə isə Heidelberg kəndi yaxınlığından Heidelberg adamının qalıqları tapılıb. Bizim ölkəmizdə isə Qarabağda Füzuli şəhərinin yaxınlığında yerləşən Azıq mağarasından qədim insanın çənə sümüyü tapılmışdır. 1981-ci ildə Fransada Parisin İnsan Muzeyində təşkil olunmuş Avropanın ilk sakinləri adlı sərgidə nümayiş etdirilən Azğantropun alt çənə sümüyü və mağaradan tapılmış əmək alətləri, od-ocaq izlərini yaşadan kömür parçaları elm aləmində dərin marağa səbəb oldu. Azıqda həyat uzun müddət davam etdiyindən burada insanın izləri, qatlar, təbəqələr şəklində formalaşıb. Bu təbəqə qatlardan biri də Quruçay mədəniyyəti adlanır. Ən qədim insan ətrafına nəzər salır və ilk olaraq daşı görür. Daşı tanıyan insan onu ilk dəfə üzərinə gələn vəhşi heyvana atır, özünü müdafiə edir. Bu daş bəşər övladının 100 min illər həm əmək aləti, həm də silahı olur. İnsan onun vasitəsilə qida əldə edir, yeri qazıb bitkilərin kökünü çıxarır, kiçik heyvanları onun köməyi ilə öldürür. Bununla bəşər tarixinin daş dövrü başlanır. Daş dövrü ən uzun sürən bir mərhələ olur. İnsan daşdan təkcə istifadə etmir, onu deşir, cilalayır, istədiyi formaya salır. Azərbaycanda daş dövrünün 1,5 milyon il bundan əvvəl başlandığı təxmin olunur. Bu dövrün ən uzun sürən mərhələsi paleolit, qədim daş dövrü adlanır. Paleolitin birinci mərhələsi alt paleolit olub, 100 min il bundan əvvələ qədər davam edib. Alt paleolit mərhələsində insanlar ilk insan birliyi forması olan kiçik dəstələr, sürülər halında yaşayıb, özlərini vəhşi heyvanlardan qorumaq üçün birləşməyə məcbur olublar.
Ətraf aləmdən gördüklərini duyan, dərk edən insanın şuuru inkişaf etdikcə, onun həyata, təbiətə münasibəti də dəyişirdi. Özünün od əldə etməsi ilə insan daha geniş ərazilərdə məskən salmağa başladı. 100 min il əvvəldən başlayan bu proses 40 min il bundan əvvələ qədər davam etdi. İnsanın həm xarici görkəmi, həm də ağlı xeyli dəyişdi. Sürü halında yaşayan, təbiətdən tam asılı olan insan bu dövrdə qohumluq əlaqələrini dərk elədi. Ailə, daha sonra isə qəbilə, nəsil icması yarandı. Zahirən və şuurca dəyişən, yeniləşən bu insan tipi elmdə Neandertal adam adlanır. Tarixin bu dönəmini Orta Paleolit adlandıran alimlər ilk dəfə bu dövrə aid nümunələrin tapıldığı Fransanın Mustiye qəsəbəsinin adı ilə Mustiye mədəniyyəti dövrü ifadəsi kimi də işlətdilər. Mustiye mədəniyyəti dövründə Azərbaycanda yaşayan Neandertal adam mağaradan çıxdı, iri heyvan sümüklərindən, qaya daşlarından özünə sığınacaq tikdi. Ovladığı heyvanların dərisindən paltar kimi istifadə edən insan get-gedə təbiətin asıllıqlarından xilas oldu. Onun ömrü də bir qədər uzandı. Azərbaycanın Orta Paleolit dövrü Qarabağdakı tağlar, Qazax rayonu ərazisindəki damcılı və daşsalahlı mağaraları əsasında öyrənilmişdir. Tağlar mağarası 1960-cı ildə arxeoloq Məmməd Əli Hüseynov tərəfindən tədqiq edilmiş, onun sirli, sehirli aləmi elmə bəyan olmuşdur. Tağlar düşərgəsi təqribən 90 min il öncədən 35 min il öncəyə qədər insana qoynunda yer vermiş, onun yaşayış məskəni olmuşdur. Qazax rayonunda Avey dağının qoynunda iri mağara, 2 insan məskəni var. Dağın cənub-qərb tərəfindəki mağara daşsalahlı, cənub-şərqindəki isə damcılı adlanır. 1957-1958-ci illərdə alimlər bu mağaraları tədqiq etmiş, burada yaşamış insanların əmək alətlərini tapmışlar. Bu alətlər daşdan düzəldilmiş bıçaq, qaşov və ucluqlar olmuşdur. Buradakı odocaq izləri o dövr insanlarının böyük tonqallar çatmaq məharətini sübut edir. Cənubi Azərbaycanda Neyriz gölü ətrafında geoloq Brown tərəfindən tapılmış daş alətlər, Bisutun mağarası vətənimizin bu bölgəsində də Orta Paleolit dövrünü yaşayan insanların olduğunu təsdiqləyir. Bisutun mağarasından tapılmış əmək alətlərinin Tağlar mağarasındakı alətlərlə eynilik təşkil etməsi buna sübutdur. Urmiya gölündən 20 kilometr şimalda yerləşən Tamtama mağarasından tapılmış nümunələr burada yaşayan insanların mahir bir ovçu olduqlarından xəbər verir. Təbiəti seyr edən, onun möcüzəli hadisələrindən baş açmağa çalışan insanın qarşısına çoxlu suallar çıxır. İnsan niyə ölür? Öləndən sonra həyat varmı? Bu sualların cavabını axtaran insanın dini baxışları formalaşdı. Axirət dünyasına inam yarandı. Yavaş-yavaş yaranan və geniş yayılan etiqad formaları, animizm, totemizm və magiya insanın dünya görüşündə ciddi dəyişikliklərə səbəb oldu. Animizmə görə bütün canlılar ruha malikdir. Ruh ölmür və başqa dünyaya, ruhlar dünyasına köçür. Ona görə də meyidi bükülü vəziyyətdə bastırır, yanına daş alətlər, sümük muncuqlar və asmalar qoyurdular. Qəbrin üstünü sal daşla örtür, üzərinə qırmızı mineral boyalar çəkirdilər. Totemizmə görə nəslin, qəbilənin hər hansı heyvandan, quşdan törəməsi hesab edildiyindən ona sitayiş olunurdu. Sitayiş edilən heyvanın sümükləri deşilərək muncuq kimi icma üzvlərinin boynundan asılırdı. Çöl göyərçinlərinin və alabaxtanın ovlanmasının günah hesab edilməsi totemizmin qalığı kimi hələ də yaşamaqda davam edir. 1000 illər keçdi, insanın yaşamaq uğrunda mübarizəsi, təbiətlə qarşılıqlı təması və ondan öyrənməsi onu tamamilə dəyişdirdi. Ağır olsa da inkişaf prosesi gedirdi. Bu inkişaf onun nitqində, bədən quruluşunda, ilk növbədə isə şuurunda özünü göstərməyə başladı. Yeni insan tipi olan Homo sapiens, yəni ağıllı insan meydana gəldi. Ağıllı insan indi rabitəli nitqə malik olub, boyu uca, qaməti düz, beyninin həcmi isə bacarıqlı insanın beyninin həcmindən 2 dəfə böyük idi. Bu tip insanın yaşadığı dövr elmdə üst paleolit adlanır. Üst paleolit 40 min il bundan əvvəl başlayaraq 12 min il bundan əvvələ qədər davam etmişdir. Bu mərhələdə ulu icmanın nəsil qəbilə icması ilə əvəz olunması başa çatdı. İnsanlar ölkəmizin müxtəlif bölgələrinə yayılaraq özlərinə məskən saldılar. İnsanın şuurunda baş verən dəyişikliklər onun məişətinə, həyat tərzinə də ciddi təsir elədi. Bu dövrə aid əmək alətlərinin daha səliqəli, keyfiyyətli düzəldilməsi, müxtəlif funksiyalar daşıması da bunu sübut edir. Hələ də başlıca xam mal daş olaraq qalırdı. Ağıllı insan təbii mağaralar olmayan yerlərdə də məskən qurmağın yolunu tapdı. Heyvan dərlərindən dəyələr şəklində düşərgə yeri düzəltdi. Dəyələrlə yanaşı torpaq qazmalar qurmağı da bacardı. Qazmalarda və dəyələrdə bütöv bir nəsil birlikdə yaşayır, birlikdə ov edir və bərabər şəkildə qidalanırdılar. Mahir ovçu olan ağıllı insan 40 min il bundan əvvəl Afrikada meydana gəlmiş, sonra isə Avropaya və Asiyaya yayılmışdır.
Ağıllı insan düzəltdiyi qarpunla balıq ovlayır, meyvə yığır və bitki toplayırdı. Üst paleolitdə qadın qəbilədə mühüm rol oynayırdı. Ona görə də nəsil icmasında qohumluq ana xətti ilə hesablanırdı. Elm bu xüsusiyyətinə görə üst paleolitdən erkən tunc dövrünə qədər olan mərhələni ana xaqanlığı, matriarxat dövrü adlandırır. Eramızdan əvvəl 12-ci minillikdən 8-ci minilliyə qədər dövr bəşər tarixində insanın şuurlu fəaliyyətinin yeni bir mərhələsidir. Bu mərhələ daş dövrünün orta çağlar olduğundan mezolit, orta daş dövrü adlanır. İndi təbiətin özündə də ciddi dəyişikliklər baş verirdi. Dünyanın yarıdan çoxunu örtmüş buzlar yavaş-yavaş əriyərək şimala çəkilir, yaşamaq üçün əlverişli şərait yaranırdı. Odur ki, insan da ovçuluqda yeni çətinliklərlə üzləşir, heyvanları əvvəlki üsul və silahlarla ovlamaq getdikcə çətinləşirdi. Kişilərin ilk böyük kəşfi olan ox və kaman ovçuluğun rolunu artırdı, qəbilənin ərzaqla təminatında mühüm rol oynadı. İnsan ox və kamanın hesabına çoxlu qida ehtiyatları toplayır və tutduğu diri heyvanları artıq öldürmür, saxlayırdı. Təsadüfən qurulmuş tələyə düşən inəyi də ovçular öldürməyib yaşadığı yerə gətiriblər. Onun balası olduğunu dərk ediblər və səhəri onun yanında buzovu görəndə yanılmadıqlarını anlayıblar. İnəyə və onun balasına qulluq edərək südündən istifadə ediblər. Beləliklə ovçuluqdan maldarlıq yarandı, ibtidai heyvandarlığın əsası qoyuldu. Qadınların kəşfi isə əsl inqilab idi. Tapdıqları yabanı bitki toxumlarının yerə düşərkən cücərdiyini müşahidə edən qadınlar bu işə ciddi girişdilər. Nəhayət onların cücərtdiyi bitkilər bütöv bir tarlaya çevrildi. İndi qida əldə etmək üçün uzağa getmək lazım deyildi. Beləliklə ilk əkinçilik yarandı. İnsan əkdiyini qoruyub məhsulunu yığmaq üçün oturaq həyata keçdi. Azərbaycanda mezolit dövründə yaşamış insanların həyat tərzi Qobustan, daş salahlı və damcılı mağaraları əsasında öyrənilmişdir. Damcılı mağarasından tapılmış oxuculuqları müxtəlif heyvanların, vəhşi öküz, qaban, at, Qafqaz maralının sümükləri sübut edir ki, bu dövr insanlarının əsas peşəsi ovçuluq olmuşdur. Mezolit dövrü insanlarının həyat tərzi haqqında zəngin məlumat verən abidələrdən biri də bəşəriyyətin daş yaddaşı olan Qobustandır. Qədim Qobustanlılar böyükdaş düşərgəsindəki müxtəlif heyvan təsvirləri ilə ibtidai dövrün bənzərsiz nümunələrini yaratmışdılar. Mahir ovçu və balıqçı olan Qobustanlılar ovladıqları heyvanların təsvirlərini, dənizdə üzdükləri qayıqların şəklini qayalara həkk edərək bu dövrdə incəsənətin meydana gəldiyini gələcək nəsillərə sübut edən gözəl sənət əsərlərini yadigar qoymuşlar. Qobustandan tapılmış balta və toxa şəkilli alətlər mezolit dövründə yaşayan insanların əkinçiliklə də məşğul olduqlarını aydınlaşdırır. Əmək alətləri təkmilləşdikcə, həyat tərzi dəyişdikcə insanların dini inancları, inamları da inkişaf edirdi. Qobustanda 10-12 min il bundan əvvələ aid qəbirdə tapılmış insan qalıqları bu barədə bizə ətraflı məlumat verir. Axirət dünyasına inamın tam formalaşmasının nəticəsidir ki, bu qəbirlərdə dəfn edilən meyitlərin skeletləri, qolları dirsəkdən üzü yuxarı, ayaqları dizdən geriyə qatlanmış vəziyyətdə olub. Görünür, ən qədim dini mərasim olan bu dəfn etmə qaydası ölmüş insanın ana bətnindəki vəziyyətə qaytarılması, yeni bir dünyaya, axirət dünyasına hazırlanması arzusundan doğurmuş. Daş dövrünün eramızdan əvvəl 7-6-cı minillikləri əhatə edən mərhələsi Neolit, yeni daş dövrü adlanır. Neolitdə insanlar ilk dəfə daimi oturaq həyat quraraq torpaq təsərrüfatına keçdilər. Daşdan düzəltdikləri sadə toxalarla torpağı şumlayır, şumladıqları əkinlərinin qayğısına qalır, maldarlıqla məşğul olurdular. Oturaq həyatın diktə etdiyi şərtlər insanı yeni ixtiralara sövq edirdi. Becərilmiş məhsulun taxılın üyüdülməsi üçün hazırlanmış dən daşları ona kirkirə deyirdilər. Oturaq həyatın təzahür və sübutu olaraq qalır. Uzunsov çay daşının bir ucunu itiliyərək, o biri ucuna ağac sapı bağlayaraq toxa düzəltdilər. Bu dövrdə artıq insanın estetik zövqü də inkişaf etməyə başladı. O daşı daha zövqlə hamarlayır və cilalayırdı. Bu prosesdə daşın deşilməsini görən insan artıq əməyi asanlaşdıran daha fərqli alətlər düzəltməyə başladı. Neolit dövründə insan toxuculuq da öyrəndi və o özünə yeni paltarlar hazırladı. Topladıqları məhsulu saxlamaq yollarını arayan insan daha bir kəşf etdi. Gili müxtəlif formalara salaraq qurutdu. Duluzçuluq sənəti belə yarandı. Əvvəllər meyvə toplamaq və balıq tutmaq üçün ağac lifindən və çubuqlardan səbət hörən qadınlar, sonra onu gillə suvuyub içində taxıl, un saxlamağa başladılar. Lakin belə səbətə su dəydikdə gil qopub düşdüyündən onun ömrü az olurdu. Təsadüfən tonqala düşən gil parçasının bişib bərkidiyini müşahidə edən qadınlar onu işdə də tətbiq etdilər. Gili odda bişirib saxsı qablar hazırladılar.
haqlı olaraq bu texniki ixtiralar elmdə Neolit inqilabı adını almışdır. İldən-ilə genişlənən əkin sahələrinin məhsulunu əllə toplamaq getdikcə çətinləşirdi. İlk vaxtlar çaxmaq daşıdan və dəvəgözdən düzəldilmiş lövhəcikləri sonralar ağac dəstəyə və heyvan çənəsi sümüyünə bərkidilmiş biçin aləti oraq əvəz etdi. Belə oraqlar Naxçıvanda, Gəncə ətrafında, Təbriz yaxınlığında, Qobustanda və Qazaxda tapılmışdır. Ən iri oraq isə Qazaxda, Şomutəpə yaşayış məskənində aşkar olunmuşdur. Uzunluğu 17 sm olan orağın əsası içəriyə tərəf bir qədər əyilmiş və ona 4 ədəd daş parçası keçirilmişdir. Neolitin sonlarına yaxın ovçuluq və azuqə toplama get-gedə öz əvvəlki rolunu itirir, əkinçilik və maldarlıq təsərrüfatda ön plana keçirdi. Bunun nəticəsi olaraq iri bıçaqlar, daş toxalar və çəkiclər meydana gəldi. Bu isə istehsal təsərrüfatının yaranmasına və inkişafına səbəb oldu. Təbiətdən tam asılı olan istehlakçı insan get-gedə təbiətin asıllığından azad oldu. Daha bir neçə min il ötdü. Eneolitdə mis-daş dövrü başlandı. İlk metalı, misi tapan insan əvvəlcə ondan bəzək əşyaları, sancaq, muncuq düzəldir, tiyə və nizə ucluqları hazırlanmasında istifadə edirdilər. Bu işlər səritməklə deyil, döymə üsulu ilə görülürdü. Mis-daş dövrü düz 2000 il, eramızdan əvvəl 6-4-cü minilliklər boyu davam etdi. Bu dövrdə ana xaqanlığı çiçəklənməkdə və qüvvətlənməkdə idi. Qadın ana müqəddəs sayılır, qəbilənin başçısı, nəslin rəhbəri hesab olunurdu. İnsan bu müqəddəs varlığa məhəbbətini gildən düzəldilmiş qadın heykəlcikləri ilə ifadə edirdi. Azərbaycanda Eneolit dövrünə aid çoxlu yaşayış məskənləri tədqiq olunmuş, öyrənilmişdir. Naxçıvan şəhərindən 8 kilometr aralıda yerləşən və 1,5 hektar ərazini əhatə edən 1-ci Kültəpə yaşayış məskəni, Eneolitin səciyyəvi yaşayış məskəni olaraq tarixin dərin qatlarında gizlənmiş sirləri açmaqda əvəzsiz rol oynadı. Burada tikinti qalıqları, təsərrüfat quyuları, sümükdən və misdən düzəldilmiş əşyalar, qəbirlər və s. tapılmışdır. Bu tapıntılar nəticəsində aydın oldu ki, Eneolitdə yeni dəfn etmə qaydaları yaranmış, ölülər yaşayış məskənlərində, binaların arasında və evlərin içərisində dəfn olunur. Şomutəpə yaşayış məskəni Qazax rayonu ərazisində aşkar olunub. Buradakı Eneolit dövrünə aid dairəvi yaşayış məskəni təsərrüfat tikilləri tarixin qaranlıq səhifələrinə aydınlıq gətirir. Çiy kərpicdən tikilmiş binalar, tüstünün çıxması üçün bacalar bu dövr insanın həyat tərzinin öyrənilməsində əsas material olmuşdur. Müxtəlif növ buğda qalıqları, daş dişli oraqlar, sümükdən və daşdan düzəldilmiş toxalar əkinçilik mədəniyyətinin getdikcə inkişaf etdiyini isbatlayır. Cəlilabad rayonu ərazisində tapılmış Əliköməkdəpə yaşayış məskənindən tapılan divarları gillə suvanmış, ağ gillə şirələnmiş dairəvi otaq bu evdən ovsun mərasimlərinin keçirilməsində istifadə edildiyini təsdiq etməkdədir. Əliköməkdəpədən tapılmış at sümükləri tariximizin daha maraqlı bir hadisəsindən xəbər verir. Bu tapıntı göstərir ki, eramızdan əvvəl 5-ci minilliyin axırlarında Azərbaycanda atın əhilləşdirilməsinə başlanmışdır. Bu fakt Azərbaycanın atçılığın vətəni olduğunu sübuta yetirir. Naxçıvan ərazisində 1-ci Kültəpədən tapılan gildən düzəldilmiş qəlib, Əliköməkdəpədən tapılmış döymə üsulu ilə hazırlanan muncuq, Füzuli rayonu ərazisindən tapılan gil butə, misin əridilməsində istifadə edilmiş ən qiymətli yadigarlardır. Qazıntılar zamanı tapılmış boyalı qablar 2 çay arası ilə Hind okeanı sahillərindən gətirilmiş sədəf Hindistanla, qiymətli firuzə daşları Əfqanistan, Pakistan istiqamətində yerləşən ərazilərlə əlaqələri bir daha sübut edir.